Xanımlar və cənablar, siz hər biriniz bu mətbuat konferansına dəvət olunmuşsunuz və çox məmnunluq ki, bu böyük sayda mətbuat nümayəndələri burada iştirak edir. Bildiyiniz kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda 9 dekabr 2013-cü il tarixində keçiriləcək prezident seçkisi ilə əlaqədar müşahidə missiyasını Azərbaycana göndərmişdir və dünəndən etibarən müşahidə missiyası öz işinə başlamışdır. As some of you may be aware, this is the 9th election that the Office for Democratic Institutions and Human Rights of the OSCE observes in Azerbaijan. On this occasion, we are present at the moment with a core team of 12 team members from 9 different member states of the OSCE. Bəziləriniz bəlkə də xəbərdardır, bilir ki, bu artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda müşahidə etdiyi 9-cu seçkilərdir. Bununla əlaqədar bizim missiya 12 nəfər əsas tərkibdən, əsas heyətdən ibarətdir və bu 12 nəfər üzv olan 9 üzv ölkənin təmsilçiləridir. Bizim missiyaya 30 uzun müddətli müşahidəçi də qatılacaq ki, bu insanlar ATƏT üzv ölkələrin 16 ATƏT üzv ölkəsini təmsil edir. Bu şəxslər Bakıda ətraflı təlim keçəndən sonra, briefing keçəndən sonra ölkənin müxtəlif bölgələrinə göndəriləcək və orada müşahidə missiyasını həyata keçirəcək. Bölgədə əsasən hər bir bölgə, hər bir region üzrə 2 müşahidəçinin göndərilməsi nəzərdə tutulur. In addition, we will be joined, or we hope we will be joined by 280 short-term observers. OSCE member states have been invited to send 280 election observers who will join the mission shortly before the elections. And they will be deployed in multinational teams right across the country. On election day, they will follow the proceedings, the voting, the counting, the tabulation of the results. Bununla bərabər ümid edirik ki, bizim verdiyimiz müraciətə əsasən ATƏT üzv ölkələr 280 nəfər qısa müddətli müşahidəçi göndərəcək və bu şəxslər seçkiyə bir neçə gün qalmış Azərbaycana gəlməlidir və ölkənin müxtəlif bölgələrində müşahidə aparmaq üçün göndəriləcəklər, bölüşdürüləcəklər. Və digər çox vacib məqamı da vurğulayın ki, məhz Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda toplanan təcrübə, peşəkarlıq və metodologiya imkan verib ki, bu qurum Avropada seçki müşahidəsi üzrə ən mötəbər qurum hesab olunsun. Sırf bu qurum vaxtilə müşahidə missiyası ilə əlaqədar təlimat kitabını buraxmışdır və bizim işimizin əsas mahiyyəti mandatlar əsasın və prinsiplərimizə əsasən müşahidəni aparmaqdır. Biz bu işdə seçki müşahidə prosesində bitələr və obyektiv olacaq. Eyni zamanda biz mövcud faktları nəzərdən keçirəcəyik və bizim marağımız prosesdədir. Seçkinin nəticəsi ilə əlaqədar qərar vermək və yaxud da hansısa fikir bildirmək bizim işimizə, bizim səlahiyyətimizə aid deyil. ODA is fulfilling a mandate to conduct, to support the state in conducting democratic elections. It's the country's responsibility to implement these recommendations, which they have committed to do, and ODA stands ready to assist. So this is the sense of the timeline. For the rest, we are here to, as I said before, assess the process and its adherence to standards to which government of Azerbaijan, like all OSCE member states, have subscribed. İkinci sualımıza gəldikdə isə qeyd edin ki, mən xatırlamıram ki, hansısa bundan əvvəl yazdığım hesabatların hansındasa bu ifadəni istifadə edin. Lakin bir məsələ də var ki, hesabatların əvvəlində başlığında olan xoş cümlələr hələ də hesabatın mahiyyətini əks etdirmir. Sözsüz ki, bəzi insanlar demokratik prosesin, ölkədə gedən demokratik prosesin daha sürətli getməsini istəyir. Lakin bu, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifəsi deyil ki, bu prosesi irəli aparsın. Bu, həmin ölkənin insanlarının, həmin ölkənin hökumətinin vəzifəsidir ki, demokratik prosesləri daha çox sürətləndirsin. Lakin biz çalışmışıq ki, mövcud olan
və mövcud olan mənbələrdən məlumatları toplayaq və nə qədər mümkündürsə müxtəlif mənbələrdən bu məlumatları əldə etmişik. Eyni zamanda burada Azərbaycana 2 aylıq səfərimizin məqsədi də ondan ibarətdir ki, burada olub daha ətraflı məlumat toplayaq, daha çox bu məsələlər haqqında agah olaq və bildiyiniz kimi bəzi hallarda məlumat müxtəlif hesabatlarda öz əksini, beynəlxalq qurumların hesabatlarında öz əksini tapır, lakin bəzi məlumatlar ora gedib çata bilmir. Ona görə də biz burada həmin faktlarla tanış olacaq, onlarla əlaqədar öz rəyimizi formalaşdıracaq və nəticə etibarıyla bu faktları xülasəsi olaraq həmin hesabatda, dərc etdiyimiz hesabatda seçki prosesinin nə dərəcədə milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olub-olmaması ilə əlaqədar öz fikrimizi bildirəcəyik.